Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Tarix Hasan İzadlı kanalında sizi xoş gördük. Bu günlər mən Samir Bəşirli Dövlət İmtahan Mərkəzi tərəfindən 25 may 2025-ci ildə keçirilmiş ikinci və üçüncü qruplar üzrə qəbul imtahanının düzgün cavablarını verəcəm. Həmişəki kimi kanala abunə olun, like düyməsini sıxın və əgər bu imtahanı bu formada təmiz işləmək istəyirsə, açıqlama qismində qeyd elədiyim Telegram linkindən yükləyə bilərsiniz. Beləliklə başladıq. Birinci sual. Biraz yaxınlaşdırım. Deməli, nə deyir burada? Bizans dövlətinin sxemdə verilən dövlətlərlə ümumi cəhətlərini müəyyən edin. Aha, baxırıq. Birinci Göytürk dövləti, Axund dövləti və Albaniya dövləti. Deyir ki, Bizansın ümumi cəhətlərini müəyyən edin. Birinci Göytürk dövləti Sasanilərlə müharibə edib, Bizansla müharibə edib. Yəni, bu oxşar cəhətdir. Bəli, 1A. 1A olmayanları çıxırıq. 1A olmayanları deyirəm, çıxıram. Xalqların böyük köçü dövründə yaranması. Aha. Xalqların böyük köçü dövründə yaranması, bəli, ola bilər. Birinci Göytürk dövləti də xalqların böyük köçü ümumiyyətcə 4-7-ci əsrlərdir. 4-7. 4-7-ci əsrlərdir. Yəni 4-7-ci əsrlərdə yaranıbsa, deməli birinci xalqların böyük köçü dövründə yaranıb. Onda birinci Göytürk dövləti yaranıb 552-ci ildə, Bizans yaranıb 395-də. Deməli B də düzdür. Deməli 1A, B cavabım düzdür əslində. İndi o biri variantlara baxıram. Biz 3 qızıl qayda ilə cavabı tapandan sonra da yenə də yoxlamalıydıq. 2BC Göytürklərin hücumuna məruz qalması. Bizans da məruz qalıb, bəli, 6-cı əsrdə Krım tərəflərdə Axunda məruz qalıb. Həmçinin 4-cü əsrdə yaranması, Axunda 4-cü əsrdə yaranıb, Bizansda düz gəldi. Albaniya Raşidi xəlifələrin qoşunlarına qarşı Albaniyada mübarizə aparıb, bəli, Bizansda mübarizə aparıb. Amma Səlcuqlarla Attila, yəni bu oxşar cəhət deyil. Çünki bu Attila Albaniya dövlətinə hücum eləməyib, nə də Səlcuqlar hücum eləməyib. Lap belə buradan B-ləri çıxandan sonra, C-ləri çıxandan sonra cavabı yenə də tapmaq olurdu. Çıxdaş eləməklə cavabı tapmaq olurdu. Cavabım oldu C bəndi. Sonra keçdik ikinciyə. Nə deyir? Paleolit və mezolit dövrlərinin oxşar cəhəti. Paleolit və mezolit dövrlərinin oxşar cəhəti. Aha. İstehlak təsərrüfatının mövcud olması. İstehlak. Bəli, hər iki dövrdə mənimsəmə təsərrüfatı mövcud olub. Deməli, mən bunları çıxıram, olmayanları. Qadınların cəmiyyətdə mühüm rol oynaması. Üst paleolitdən başlayaraq qadınlar cəmiyyətdə mühüm rol oynayıblar. Düzdür bu. Deməli, 2-ni mən oxşar cəhət kimi götürürəm və cavabım olur 1, 2, 3. 3-ə baxıram. İnsanların mağaralarda məskunlaşması. Bəli, həqiqətən də insanlar mağaralarda məskunlaşıblar. 4 niyə olmur? Çünki mezolit dövrü kiçik ölçülü alətlər, yəni mikroalet alətlər olubdu mezolit dövründə, amma paleolit dövründə olmayıb. Əkinçilik, maldarlığın da əsas məşğuliyyət sahəsi olması heç birinə aid deyil. Ona görə cavabım oldu burada B bəndi. 63-cü sual. 1787-ci ildə qəbul edilən ABŞ konstitusiyasına əsasən uyğunluğu müəyyən edin. Qanunverici hakimiyyət, icra edici və məhkəmə hakimiyyəti. Aha, elə burada ilk gözümə dəyən nədir? Yuxarı palatanın nümayəndələr palatası adlandırılması. Yəni yuxarı palata yox, aşağı palata nümayəndələr palatası adlanırdı. Dərhal mən birdəki bütün B harda gördümsə onu çıxdaş edirəm. Konqres adlanması. Konqres düzdür. Elə C olan variantları seçirəm. Ona görə bu da çıxdı buradan. Fikir verin, bir də C olmalıdır. Bu iki variantın arasında qaldım. Görürəm ki, burada 2-də onsuz da A var. Başqa bir şey yoxdur. Yəni prezident tərəfindən ömürlük, prezident tərəfindən rəhbərlik edilməsi düzdür. Ondan sonra 3-ə baxıram, 3-də də A var. A-ya baxmıram. Nəyə baxıram? 3-dəki B-yə baxıram. Rəhbərinin birbaşa xalq tərəfindən seçilən nümayəndə olması. Məhkəmə hakimiyyətini prezident senatın razılığı ilə təyin edirdi. Yəni ona görə B burada ola bilməz. Cavab burada A gəlir. 1AC icra hakimiyyətinin işini yoxlama səlahiyyətinə malik olması, bəli, konqres yoxlaya bilər. Həmçinin konqres adlanırdı, qanunverici orqan. Yuxarı palatası senat, aşağı palatası nümayəndələr palatası adlanırdı. İcra edici hakimiyyətə prezident tərəfindən rəhbərlik edilirdi, düzdür. Və məhkəmə hakimiyyəti də qanunların konstitusiyaya uyğunluğuna nəzarət edirdi. Deməli, burada cavabım A-dır. 63 A-dır. Gəldik 64-ə. Keçdik indi 64-cü suala. Nə deyir burada? 13-cü əsr Azərbaycan şəhərləri. 13-cü əsr deyir, ha, bax çaşdırmayaq. 13-cü əsr Azərbaycan şəhərləri. Baxaq, bax. 1 haradır? Dərbənd. Düzdürmü? 2 haradır? Mütləq yazmaq lazımdır. 2 Təbriz, çaşdırmamaq üçün. 3 Şamaxı.
Şamaxı. Baxaq, Səlcuqların hücumuna məruz qalması bu hansına aiddir? Səlcuqlar heç birinə aid deyil. Çünki 13-cü əsrdə Səlcuqlar yox idi. Dərhal A variantları harda gördümsə çıxıram. Çıxdım, bunu da çıxdım, bunu da çıxdım və cavabım nə qaldı? Y variantı. Çünki Səlcuqlar 13-cü əsrdə yox idi axı. Elə A-ları çıxandan sonra cavabım qalır Y. Aydındır da vaxt itirməmək üçün o birlərə keçirəm, amma belə yoxlamaq lazımdır. Birdə D-dir. Monqolların tərəfindən tutulması ilə Azərbaycan işğalı baş çatdı 1239-da. Bu düzdür. Sonra 2-də B-dir. Yəni Təbriz 1225-də Cəlaləddin tərəfindən tutulub. Bu da düzdür. 3-də isə C-dir. Monqolların birinci yürüşü zamanı dağıdılmışdır. Bəli, Şamaxı dağıdılıb. Bu da düzdür. Deməli, burada cavabım oldu Y bəndi. Sonra keçdim 65-ə. Nə deyir? Eldəniz hökmdarı Qızıl Arslanın fəaliyyəti üçün xarakterik deyil. Həmədan vuruşmasında qalib gəlib aiddir. Dövlətin siyasi vəziyyətinin möhkəmlənməsi. Ola bilər, paytaxtın Həmədan şəhərinə, bax bu aid deyil. C bəndi Məhəmməd Can Pəhləvana aiddir. Sonra keçdik 66-ya. Şimali Azərbaycanın 19-cu əsrin 40-cı illərində həyata keçirilən sosial-iqtisadi tədbirlərə aid deyil. 40-cı illərdə. Sosial-iqtisadi tədbir deyir ha. Xəzər vilayətinin mülkədarlarının tiyul torpaqlarının müsadirə edilməsi. Bu aiddir. Aiddir. 41-ci ildə tiyul torpaqları müsadirə edilir. Qazax Şəmşədil Borçalı nahiyəsində yaşayan mülkədarların torpaq sahibindən məhrum edilmələri. Bu da aiddir. Lakin burada mən C bəndini görürəm. Komendant idarə üsulunun ləğv edilməsi. Bu sosial-iqtisadi tədbir deyil. Bu inzibati idarə etmə tədbiridir. Cavab C-dir burada. Sahibkar kəndlərinin mülkədar tabelisi adının verilməsi 46-cı il. Ali Müsəlman Silkinin hüquqları haqqında reskript, o da 46-cı il. Cavab C-dir burada. 66 C. Sonra getdik 67. Fransa Krallığı, İngiltərə Krallığı. Baxaq. Böyük Azadlar Xartiyası bu İngiltərəyə aiddir. 2A. Dərhal 2A olan variantları seçirəm. Bu yuxarıdakı 3 variant getdi. Düzdürmü? Yuxarıdakı 3 variant getdi. Və B-yə baxıram. Səlib yürüşlərində iştirak etmələri oxşardı. Səlib yürüşlərində iştirak oxşardı. 3B olacaq. Zaten elə burada 3B idi. Heç baxmağa ehtiyac oldu. C bəndi. Azincourt döyüşünə qalib gələn İngiltərədir. Deməli 2AC variantın. Cavab D bəndidir burada. D-ni seçirəm. Birə də ki, Y aiddir. Jaklar üsyanı, bəli, Fransada olub. Cavab burada oldu D. Sonra 68. Birinci Dünya müharibəsi illərində Cənubi Azərbaycanda nələr baş verir? Baxaq. Milli hökumət süqut eləyib. Birinci Dünya müharibəsi illərində mi süqut eləyib? Xeyr. 1920-ci ildə süqut eləyib milli hökumət. Bu səhvdir. 21 Azər hərəkatı da bu 2-ci Dünya müharibəsi illərində olub. Seyid Cəfər Pişərovun başçılığı ilə milli hökumət təşkil edildi. Seyid Cəfər Pişərovun başçılığı ilə bu da heç birinə aid deyil. Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə milli hökumət yarandı. Bu da Birinci Dünya müharibəsi illərindən düşmür. Amma ADP-nin yaradılması 1917-ci il, bəli, bu Birinci Respublika dövrü, Birinci Dünya müharibəsi illərinə düşür. Birinci Dünya müharibəsi illərinə düşür, bəli, cavab 7. 68. Ərəb xilafəti və Böyük Səlcuq dövlətinin tarixlərinə aid ümumi cəhətlər. Nə deyir? Azərbaycanı özünə tabe etmələri, bəli, bu düzdür. Deməli, bir olmayanları çıxıram dərhal. Çinə yürüşlər. Böyük Səlcuq Çinə yürüş eləməyibdi. Ona görə 2-ni də buradan çıxdım. 3-ə baxıram. Qərbi Avropaya hərbi yürüşlər. Böyük Səlcuq Qərbi Avropaya yürüş eləməyib. Deməli, bir cavabımız qaldı. D bəndi. Xidmətə görə iqta torpaqlarının verilməsi. 70-ci sual. Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev Avropa dövlətləri ilə münasibətlərə önəm verirdi. Avropaya ilk rəsmi səfər zamanı aparılan danışıqlar nəticəsində ölkəmiz Avropa təhlükəsizlik sisteminə doğru ciddi şəkildə irəlilədi. Mətndə verilən səfərə Azərbaycan Respublikası ilə bağlı hansı ifadələr doğrudur? Söhbət Heydər Əliyevin 1992-ci ildə Fransaya səfərindən gedir. 1990-cı ildə qəbul edilmiş Paris Xartiyasının imzalanması. Bax, bu ola bilər. Bu ola bilər. Bəli, düzdür. Azərbaycan BMT nizamnaməsinə əməl edəcəyini təsdiqləməsi. Bu ola bilər. Yəqin ki, elə Paris Xartiyası orada onu nəzərdə tutur elə. Bu ola bilər. Deməli, 1-dən 2 elə cavab burada deyildi. 3-ə baxaq. ATƏT-in Minsk qrupuna qoşulması bu ölkəmiz qoşulmayıb. Yəni o 92-ci ildə yaranmışdı. Yaranmış bir qurum idi. Zaten Azərbaycan da təbii ki, onun içində idi. BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı ilə bağlı qətnamə qəbul etməsi bu da ona aid deyil. Deməli 1-dən 2 cavab D-dir burada. Sonra gəldik 71-ə. 40-cı ilin yazında Alman ordusu Danimarkanı, sonra isə Norveçi ələ keçirdi. Az sonra Hollandiya və Belçika təslim oldu. Alman qoşunları Kali limanını ələ keçirərək İngilis, Fransız, Belçika qoşunlarını Dünkeçdə sahilə sıxışdırırdı. Almanya bu addım atmaqla Lokarno konferansında üzərinə götürdüyü hansı öhdəliyi pozdu? Lokarno konferansında ərazi bütövlüyü idi də. Özdə Reyn təminat paktı imzalanmışdı. Reyn zonası ölkələrinin ərazi bütövlüyü. Cavab C-dir.
Yox, üzr istəyirəm, C deyil, Y-dir. Mən diqqətlə oxumadım. Çünki sərhədlərin toxunulmazlığının təminat altına alınması. Reyn təminat paktı. Cavab Y-dir. Reyn bölgəsinin hərbsizləşdirilməsi haqqında o razılaşmanı isə 1936-da pozmuşdu zaten. Keçdik 72-yə. Albaniyanın deməli deyir ki, 6-cı əsrin ikinci yarısı tarixi üçün xarakterik idi. 6-cı əsrin ikinci yarısı tarixi. Mehranilər sülaləsinin nümayəndələri tərəfindən idarə edilməyə başlanması. Mehranilər tərəfindən idarə edilməyə başlanması bu 7-ci əsr. Yerli hökmdarlar tərəfindən idarə edilməsi bu olacaq, düzdür. Şimal canişinliyinin yox, bizə yerli hökmdarlar ola bilməz. Çünki bu 6-cı əsrin ikinci yarısı deyir. Mən bir anlıq 6-cı əsrin birinci yarısını səhv elədim. Çünki orada e, Mömin Vaçaqanın dövrü var. Ona görə ikinci yarısında Albaniyada hökmdar hakimiyyəti olmuyor. Bunu yadda saxla. Şimal canişinliyi olmalıdır. Müsəlman olmayanlardan cizyə vergisinin alınması bu da səhvdir. Deməli cavabım burada olacaq ya Y bəndi yalnız 3. Yalnız 3 Y bəndi. Sonra Nadir Şah Əfşarla Qubalı Fətəli xan bu ikisinə aid ortaq xüsusiyyətləri müəyyən edin. Nadir Şah Əfşarla Qubalı Fətəli xan. Rusiya dövləti ilə danışıqların aparılması. Bu ola bilər. Nadir Şah Əfşar da Qubalı Fətəli xan da Rusiya ilə danışıqlar aparırlar. Vergi sahəsində islahatlar keçiriblər. Amma Azərbaycan adlı inzibati vahid yaratmayıblar, Osmanlı ilə sülh müqaviləsində bağlamayıblar. Deməli cavabım A bəndi 1-dən 2. 74. Qaraqoyunlu dövlətinin Teymuri dövləti ilə oxşar cəhəti, oxşar Səfəvi dövlətindən fərqli xüsusiyyətləri. Bu imtahanda yaman belə dolaşıq suallar çox saldılar ha. Çox çətin saldılar bu imtahanı. Osmanlı dövləti ilə müharibə aparılması. Baxırıq, Teymurilər aparıbmı? Aparıb. Amma Qaraqoyunlular aparmayıb. Düzdür? Aha. Deməli, bir səhvdir. Biri dərhal çıxıram. Şirvanşah 1-ci İbrahimlə mübarizə aparılması. Qaraqoyunlu aparıb, aparıb. Amma Səfəvi dövləti aparmayıb. Aydındır? Səfəvi dövləti aparmayıb. Ona görə 2-ni də buradan çıxdım. Və cavabım qaldı D bəndi. Şeybanilərlə mübarizə. Teymurlər bir dəqiqə. Bir dəqiqə. Bayandurlu qüvvələrinə qarşı mübarizə aparılması. Bir dəqiqə. Burada Osmanlı dövləti ilə müharibə bu ola bilməz. Birinci Şirvanşah bu iki uyğundur. İki uyğundur. Səfəvilər aparmayıb, iki uyğundur. Yəni, Səfəvlərdən fərqli xüsusiyyət deyir. İki uyğundur, üzr istəyirəm. İkidir. Bir də bizdə burada nə olacaq? Uzun Həsənin qoşunları 2-5 olmalıdır. 2-5 olmalıdır uşaqlar. Çox dolaşıq sualdır bu. Deməli bir-bir baxırıq. Bax, Osmanlı dövləti ilə müharibə Qaraqoyunlu aparmayıb. Biri dərhal çıxdıq. Deyir ki, Qaraqoyunlu Teymuruna oxşar olsun. Səfəvlərdən fərqli xüsusiyyət. Şirvanşah İbrahimlə mübarizə bu ikisi aparıb, amma Səfəvilər aparmayıb. İkini götürürəm. Bayandurlu sülaləsinin qüvvələrinə qarşı hər üçün mübarizə aparıb, bu ola bilməz. Şeybanilərlə mübarizə. Səfəvilər və Teymurilər aparıb, Qaraqoyunlular aparmayıb. Uzun Həsənin qoşunları tərəfindən məğlub edilməsi, Qaraqoyunlularla Teymurlər məğlub edilib, lakin Səfəvilər Uzun Həsənlə döyüşməyib. Özü dövlət olaraq. Yəni cavab burada B bəndidir. Sonra gəldik 75-ci suala. Nə deyir burada? Azərbaycan SSR 20-ci əsrin 50-ci illəri, 20-ci əsrin 60-cı illəri. Yeni konstitusiyanın qəbul edilməsi 50-ci illərdə olmayıb, dərhal A-ları buradan çıxdım. Və heç o birlərə baxmıram, çünki bir dənə C bəndi qalır. Çünki konstitusiyalar Azərbaycanda olubdur 21-də, 37-də, 78-də. Aydındır? Aha. C bəndi qaldı. Baxıram bu birisinə. 20-ci əsrin 60-cı illəri. Aya baxıram. Milli qərargahın yaradılması. Milli Azərbaycan qərargahı MAQ, bəli. 60-cı illərdə yaradılıb. Deməli elə A bəndi olmalıdır burada variantlarda. Yoxlayıram. İcbari 10 illik təhsil bəli 66-cı ildə keçirmişdi. Cavab burada D-dir. Cavab D-dir. Sonra gəldik. Qədim Misirdə 2-ci Ramzesin hakimiyyət dövrü üçün səciyyəvi idi. 2-ci Ramzesin hakimiyyət dövrü. Baxaq, ilk dəfə Suriyaya hərbi yürüşlərin təşkil edilməsi səhvdir. Dini idarənin Çatiyə tabe edilməsi. Bu da əvvəldən vardı. Finikiyanın Misirin hakimiyyəti altına düşməsi, bəli, cavab elə budur burada. C bəndi. İlk Sərdabə isə Tutmosun dövründə idi. 77. Ştrixlənmiş ərazidə mövcud olmuş Azərbaycan dövlətinə aiddir. Bu ərazidə mövcud olubdur ya İskit dövləti, ya Şəddadilər dövləti. İskit padşahlığı ittifaqda Assuriya dövlətinə qarşı mübarizə aparılması. Bu Mannadır. Mannada o ərazidə olmuyor. Slavyanların yürüşləri nəticəsində paytaxtının böyük dağıntılara bu aid deyil. Eramızdan əvvəllərində Parfiya arşakilər tərəfindən işğal olunması. Bu da Atropatenada aid deyil.
Oğuz Səlcuq türkləri ilə ittifaqda Bizans, Erməni və Gürcü feodallarına qarşı mübarizə. Bəli, bax bu cavab budur burada. D bəndidir. Sonra 78 Osmanlı Sultanı 1-ci Süleymanın hakimiyyəti dövrü üçün səciyyəvi idi. 1-ci Süleymanın hakimiyyəti dövrü. Aha, baxaq, paytaxtın Ədirnəyə köçürülməsi. 1-ci Süleyman paytaxtı Ədirnəyə köçürməyib. Ədirnəyə köçürən başqası idi, Murad idi. Bu çıxdı. Sonra baxıram, burada yəni 3 ilə 5-ə baxmağa ehtiyac yoxdur, 2-yə baxıram. İspaniya donanmasının məğlubiyyətə uğradılması. Bəli, bu cavab düzdür. İspaniya donanması məğlubiyyətə uğradılıb. 4-ə baxıram, Bolqarıstanın fəthi bu Niqbol döyüşündən sonradır. Yəni 1-ci Süleyman yox, Bəyazidin dövrünə aiddir. Cavabım burada oldu C. 79. Almanya Federativ Respublikasının 20-ci əsrin 50-ci illər tarix üçün səciyyəvi idi. İqtisadi yüksəlişin baş verməsi Konrad Adenauerin dövründə. Yəni o birlər səhvdir. 50-63-cü illər Almanya iqtisadi möcüzə, iqtisadi yüksəliş Y bəndi. Gəldik 80. Xəritədə ulduzla işarələnmiş rayona aid səciyyəvi cəhətlər. Ulduzla işarələnmiş rayon Xocavənd rayonudur. 2024-cü ildə dövlət başçısı burada prezident seçkilərində səs vermədə iştirak edir. Bu Xankəndi idi, səhvdir. Biri dərhal çıxıram. Çıxıram biri. Sonra 10 noyabr bəyanatına əsasən rayon mərkəzi azad edilmişdir. Bəli, Xocavənd 10 noyabr yox, səhvdir, üzr istəyirəm. Bu rayon mərkəzi, buranın rayon mərkəzi antiterror əməliyyatı zamanı azad olunub. O səhvdir. Yəni bu çıxdıq. İçində çıxdıq, dərhal avtomatik olaraq cavabımız Y bəndi qaldı. Antiterror əməliyyatlar ərəfəsində ərazisində sülh məramlı kontingent yerləşirdi. Bu düzdür. Bir də Amaras monastırı, Alban memarlıq abidəsi burada yerləşirdi. Cavab Y bəndidir. Y bəndi. Keçdik digərinə. 81-ci sual. Manna hökmdarı Ulusunu və Vallinin hakimiyyət dövrünə aid ümumi cəhət. Ulusunu və Valli Assur ilə ittifaqın bərpa edilməsi. Bəli, elə bu düzgün cavabdır. A bəndidir. Sonra kəndlərə torpaq verilməsi haqqında qanun qəbul edilməsinə çalışan Tiberi Qrax günahlandırıldı padşah olmaq cəhdində. Cavab B-dir. Xronoloji ardıcılığa gəldik burada. Qızıl Ordu dövlətində İslam dininin rəsmi dövlət dini kimi qəbul edilməsi. Bu 14-cü əsrin əvvəlləridir. Gəlin bunu yazaq şərt olaraq 1305 yazaq. Şərt olaraq çünki o dəqiq yoxdur. Qızıl Ordu xanı Əhməd xanın Moskva knyazlığına yürüş etməsi. Bu 1480-dir. Belə deyəndə mütləq illəri yazmalıyıq. O Qızıl Ordu dövləti ilə Hülaki dövləti arasında müharibələrin başlanması, bunu deyək 1260, yox, ya da elə 1258 yazaq. Çünki yaranan gündən başlayır. Demək olar ki, Təbriz şəhərinin Toxtamışın qoşunları tərəfindən tutulması, Təbriz şəhəri Toxtamışın qoşunları tərəfindən 1385-ci ildə tutulub. Deməli, necə olacaq onda? Onda olacaq, diqqətlə baxırıq, 3, 1, 4, 2. 3, 1, 4, 2. Mən ola bilər səhv eləyim. Mexaniki orada nəsə. Siz şərhlərdə yazarsa əgər mən səhv eləsəm. 3, 1, 4, 2. Bəli, 3, 1, 4, 2. Sonra keçdik 84-ə. 84-ə. Elm və mədəniyyət xadimlərinin fəaliyyətinə aid olan doğru sıralar. Həsən bəy Rumlu 15-ci əsrdə yaşamış məşhur tarixçi idi. 15 yox, 16-cı əsrdə yaşayıb. Bu səhvdir. İskəndər bəy Münşi Şah Abbasın hərbi yürüşlərində iştirak etmişdir. Bu düzdür. Məhəmməd Tahir Vahid Şah 2-ci Abbasın vəziri olmuşdur. Bu da düzdür. Kemaləddin Behzad Marağa Rəsədxanasının astronom kimi fəaliyyət göstərib. Bu səhvdir. O Qiyasəddin Mənsura aiddir. 2-3-dür cavab. Sonra gəldik 1-ci Aleksandr və 1-ci Nikolayın fəaliyyətinə aid ümumi cəhətlər. 1-ci Aleksandr və 1-ci Nikolay. Fransız hərbi qüvvələrlə mübarizə aparması. Bəli. 1-ci Nikolay Krım müharibəsi dövründə, 1-ci Aleksandr elə Napoleonun özünə qarşı da, 1-ci Napoleona qarşı. Bir düzdür. Sonra nə deyir? Qacarlar dövləti ilə mübarizə aparılması. Bəli, hər ikisi mübarizə aparıb. 1-ci Aleksandr 1-ci Rus Qacar dövründə, 1-ci Nikolay 2-ci Rus Qacar dövründə. Elə cavab burada 1-2-dir. Qalanları səhvdir. 86. AXC-nin Tiflis və Bakı dövrlərinə aid ümumi cəhətlər. Müəyyən müddət Milli Şuranın fəaliyyət göstərməsi. Tiflis dövründə də olub, Bakı dövründə də olub. Bakıda 1-2 noyabr ayından Milli Şura bərpa olunur. Qanunverici orqanla parlamentin fəaliyyət göstərməsi Tiflis dövründə olmayıb. Burada ümumi cəhətlər soruşur. Qonşu dövlətlə hərbi əməkdaşlıq barədə müqavilə imzalanması. Bəli, Tiflis dövründə Osmanlı, Bakı dövründə isə Gürcüstanla. Deməli 1-3, 86-da 1-3. Xoyskinin rəhbərliyi ilə hökumətlər, bəli, bu da var. Tiflisdə də, Bakıda da Xoyskinin rəhbərliyi ilə hökumətlər olub. Hökumətin qanunverici səlahiyyətə malik olması yalnız Gəncə, bir də Bakı dövründə bir balaca olub. Yəni 1-3-4-dür cavab burada. Sonra keçdik 87-ci suala.
Şah Məhəmməd Xudabəndə, Şah Abbas. Baxırıq buna. Paytaxtın Qəzvindən İsfahana köçürülməsi. Qəzvindən İsfahana Abbas köçürüb. Deməli 2-də A-dır. Çıldır döyüşü Məhəmməd Xudabəndənin dövründə olub. Əhalinin aşağı təbəqəsindən ibarət tüfəngçilər qoşun növünün yaradılması. Bu birinci Abbas. 16-cı əsrin 70-ci illərinin sonunda dövlətin Krım xanının yürüşünə məruz qalması. Məhəmməd Xudabəndə. Portuqaliyalıların Hörmüzü ələ keçirərək Səfəvlərin Hind okeanına çıxışını bağlaması bu Şah İsmayıl. Deməli cavab burada nədir? 1B-D, 2AC. Budur cavab. Bir də diqqətlə baxın. Bəli. Yenə deyirəm, şərhlərdə öz fikrinizi yazarsınız. Gəldik bura. İndi situasiya sualı. Hüseynəli xanla başlayan birləşdirmə siyasətini Fətəli xan davam edirdi. Ən gərgin mübarizə isə Şirvan regionu uğrunda gedirdi. Azərbaycanın şimal-şərq torpaqlarını tabe edilməsi bir sıra dövlətlərin narazılığına səbəb oldu. Lakin Fətəli xan kifayət qədər israrlı idi. Hətta ona qarşı yaradılmış ittifaq da onu bu siyasətinə mane ola bilmədi. O rəqiblərinin müqavimətini qırdıqdan sonra Azərbaycanın cənub torpaqlarına da yürüş etdi. Lakin bir sıra daxili və xarici səbəblərdən bu yürüşün təxirə salmağa və geri qayıtmağa məcbur oldu. Baxaq, deyir ki, mənbədə bəhs olunan xanlığın ələ keçirdiyi Cənub xanlığının adını və xəritədə işarələndiyi rəqəmi müəyyən edib yazın. Sərab xan, bu deməli Ərdəbil xanlığıdır. Ərdəbil, bir Ərdəbil xanlığıdır. Deməli bu 1784-cü ildə Ərdəbillə Meşkin ələ keçirir də Ərdəbil xanlığı. Bir, bir Ərdəbil. Yəni, belə yazırsam bir Ərdəbil. Cavab burada belədir. Sonra 89. Şamaxının Dağıstanlıların hücumundan müdafiə etmək üçün mənbədə göstərilən xanlığın Şamax xanlığı ilə əldə etdiyi razılaşmanın şərti. Şərti buydu ki, Şamax xanlığı ona hər il xərac verəcəkdi və əvəzində də Quba xanlığı onu Dağıstanlıların hücumundan müdafiə edəcəkdi. Aydındır. 90. Məmmədə bəhs olunan xanlığın Azərbaycanın cənub torpaqlarına yürüşündən geri çəkilməsinin iki səbəbi. İki səbəbi budur ki, Azərbaycan, Dağıstan və Cənubi Qafqazın digər hakimlərinin etirazı, ikincisi Rusiyanın etirazı. Və onu da əlavə eləmək olar ki, Fətəli xanın Rusiya ilə münasibətləri pozmaq istəməməsi. Yəni bu cavabları yazsaz, situasiya düzdür. Belə, hörmətli izləyicilər, bu sınaqla bağlı canlı yayımı axşam saat 8-də TikTok kanalında və YouTube kanalında eləyərik inşallah. TikTokda biraz texniki problemlər var, üzr istəyirəm YouTube'da. Amma TikTokda inşallah eləyəcəyik. Tarix Asan İzahatda kanalında. Orada abunə olun və fikirlərinizi şərh bölməsində gözləməyi, görməyi arzu edirəm. Kanala da abunə olun. Bunu digər dostlarınıza da yönəldin ki, bu izahlarla tanış olsunlar. Sağ olun, hörmətli, növbəti görüşlərə qədər.